Salam dostlar. Dostlar hamıya salam. Kripto Hustle kanalı sizi xoş gülüşlərlə qarşılayır. Bugünkü videomuzda ehtiyacı olan insanlara yemək paylayırıq. Yəni bizim donatlərimizə əsasən, donatlər deyəndə yəni dostlarımız, tanışlarımız bizə dəstək oldu. Yəni məbləğ ayırdı, sağ olsunlar. Buradan tanışlarımıza təşəkkür edirik və biz o donatlərə əsasən ehtiyacı olan insanlara yemək paylamaq qərarına gəldik. Dostlar, hal-hazırda qarşınızda bizim belə bir böyük paketimiz var. Bu böyük paketin içində bizdə sendviçlərdir, dönərlərdir, ayranlardır. Bunu niyə eləyirik? Çünki bunu eləyirik, bizə dəstək çıxdılar, dedilər, yəni çox maraqlı bir işlə məşğulsunuz. Amma ki, insanlara da kömək etməyi yaddan çıxart. Düzdür Aydın? Düzdür, tamamilə düzdür. Yəni, öncəki videolarımızda dediyimiz kimi, biz qabağı gediriksə çalışırıq digərlərində qabağa aparaq. Yəni, fikirləşməyin ki, burada bizim payımız da yox, bizim payımız da var. 50-yə 50. Məsəl üçün, biz Kripto Hustle kanalının traderları olaraq qazandığımız bir büdcədən də özümüzdə ayırdıq. Yəni, düzdür, o büdcə böyük bir büdcə deyil, amma ki, kimsə kömək elədi, kimsə özümüz biraz büdcə ayırdıq. Sendviçlərin demək olar ki, hamısının içində salfetkanın içində də pul var, yəni gizli puldur. Təbii ki, bunu payladığımız insanların özlərini açıqlamayacaq. Bu biraz sürpriz olsun. Bizdən Kripto Hustle kanalından insanlara sürpriz olsun. Daha ehtiyacı olanlara demirik, prosta ki, insanlara sürpriz olsun. Keçək videomuza. Ay, salam mələkə, hər vaxtın xeyir. Biz şəhər gəzirik, ac olanlara yemək veririk. Əgər sənin icazən varsa, sən də bir sendviçdən ayran təklif edək. Gedək. Sən özün də yorulmayasan. Xoş olsun sən. Tamam. Əmiyə də bir dənə kömək eləyik. Dədən. Qaçma, saxla söz deyirəm. Balaca dostlarımıza da dəstək olar. Operator icra verdi ki, ASMR çəkək. Yıkatanam, ye. Sağ olun. Şəhərin probkaları niyə qurtarmır? Ya, saat 6 oldu, vəsə da dağılır şəhər. Niyə belədir? Maşın almayın, piyada gəzin. Xeyirdir piyada gəzmək uşaqlar. Posturağa basıram. Özümə də maşın sürərdim bu dəqiqə, prosta danışıram da özüm üçün. Biz şəhərdə gəzirik, həm də ki, əziyyət çəkib işləyənlər üçün yemək paylayırıq. Siz də işləyirsiniz, demək olar ki, bizim üçün əziyyət çəkirsiniz. Bu da bizdən sizə xoş olsun. Yorulmayasınız, çox sağ olun. Uşaqlar, ağsaqqal biraz əsəbi idi. Biraz belə. Yox, məncə kameradan biraz çəkindi. Kamera çünki kamera amma belə liftə kameranı bilir.
Operatorun özü də kayıtdadır. Zarafat eləyirik. Buradan heç nə təbliğ eləmirik. Sağlam həyat, siqaret çəkmirik. Çəkənə də pis baxırıq. Hə, yəqin ki, ağsaqqal kameranı gördü, biraz çəkindi. Uşaqlar indi 2 dənə də var sendviçləri və dönər. 2 dənə falan qalıb. Onları da paylayaq. Xüsusən onları artıq kadra çəkməyəcəyik. Çünki özümüz də çox yorulmuşuq. Bununla yəqin ki, sonlandırarıq. Maqa deyən kimi. Yorulduq uşaqlar. Həqiqətən çox yorucudur. Biz də gedək yemək yeyək, abed edək. Biz gedək yemək yeyək, kofadan içək. Təzə bir kriptovalyuta açmışıq. Gedək onu qayıraq. Giycə. Uşaqlar varsa uşaqlara da deyirəm. Uşaqlar varsa uşaqlara da çağır.